Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcmain. Və Şeyx Hafizahullah davam edərək buyurur ki, Nəhnu vasatun nuallimu alimnə və lə nətəcəvəzu zəlik. Şeyx burada necə əhl-i sünnənin hər bir məsələdə orta yol tutduğundan danışır. Həmçinin insan elm öyrətdikdə, elmi yaydıqda, nəyəsə dəvət etdikdə orta yol tutmalıdır. Bilmədiyinə çağırmamalıdır. Bildiyinə insanları çağırmalı, bildiyini insanlara öyrətməli və ondan bilmədiklərini insana öyrətməməlidir. Və buyurur ki, biz həqiqətən ortadayıq, yəni elm öyrətməkdə, insanlara öyrətməkdə, nuallimə mə'alimnə və bildiyimizi öyrədirik. Və lə nətəcəvəzu zəlik və bundan o yana keçmirik. Yəni bundan ziyadə etmirik. Bundan həddi aşmırıq. Bilmədiklərimizi bilmiş kimi göstərmirik özümüzə. Nəyi biliriksə insanlara onu öyrədirik. Nəyi biliriksə ona çağırırıq. Nəyi bilmiriksə o barəsində susuruq. Və nəhnu vasatun nuallimu mə'alimnə və deyir biz beləcə orta yoldayıq və bildiyimizi öyrədirik yalnız. Və nənhə anil munkar heysu alimnə. Münkəri inkar edəndə də bildiyimiz münkəri inkar edirik. Bəzi insanlar var, yəni bir işi görsən inkar edir, lakin onun münkar olduğunu belə bilmir. Və yaxud da hərdən şəriətdən bilən bir məsələni insan görsən bilməməzlikdən inkar edir. Bu icazəli deyil. İnsan mütləq şəkildə bir şeyi yəqinli bilməli, elmli bilməli, ona dəvət etməli və yaxud da bir şeyi inkar edəndə onun münkar olduğuna əmin olmalı, sonra onu elmlə inkar etməlidir. İnsan elmi yaydıqda da, münkəri inkar etdikdə də həddi aşmamalıdır. Bildiyi miqdarda etməlidir. Və davam edir Şeyx bu Hafizahullah və buyurur ki, və lə nətəcəvəzu zəlik və deyir, bundan o yana keçmirik. Və həzə vacib yə tulləbil ilm. Tulləbəl ilmi. Deyir, ey elm tələbələr, bu vacibdir. Nə vacibdir? Hər bir şəxs bildiyi miqdarda öyrətməlidir insanlara. Əgər sən bildiyindən öyrətsən, inşallah ki, sənə ziyan gəlməz. Lakin bilmədiyi öyrətsən, sən bunda sən artıq özü çox təhlükəli bir yerə atmış olarsan. Və həmçinin Allahın adından bilmədiyin şeyi danışmış olarsan. Ən təqulu Allah mə lə tə'ləmun. Allahın adından bilmədiyi şey danışmaq ən böyük günahlardan biridir. Ona görə insan bildiyi elmi danışmalı, bildiyi elmə dəvət etməlidir və bildiyi münkəri inkar etməlidir. Bu hər bir elm tələbəsinin üzərinə vacibdir. Ya əhləl xeyr və şeyx burada elm tələbəsini çox gözəl ifadələrlə həvəsləndirir. Ona xeyr, ey elm tələbəsi, ey xeyr əhli, ey əhli tövhid və s. bu cür gözəl ifadələrlə səslənir tövhid əhlinə, elm əhlinə, tələbələrə, xeyir əhlinə. Həqiqətən də tövhidə dəvət edənlər xeyir əhlidir. Həqiqətən tövhid əhli xeyir əhlidir. Bunlardan xeyir əhli başqa kim ola bilər ki? Əgər Allahı insanlara tanıtmaqdan əziyyət çəkənlərdən gözəl xeyir əhli kim ola bilər? Həqiqi xeyir əhli bunlardır. Bunlar xeyir əhlidir ki, insanların həm bu dünya və axirətlərin islah edirlər, düzəldirlər, bərbad etmirlər. Lakin şər əhli nə ilə məşğuldur? İnsanların həm bu dünyaların, həm bu dünyada insanlara qorxaqlıq öyrədirlər, həm də onların axirət diyarların xaraba qoyurlar, məhv edirlər. Və şeyx buyurur ki, ya mən ci'tum iləl həc və təalləmtü təvhid. Deyir, ey həcə gəlib tövhidi öyrənənlər. Subhanallah. Yəni gör, həc qısa bir müddətdir, lakin insan burada tövhidi öyrənə bilər. İnsan ola bilər ki, ölkəsində illərlə tövhidi öyrənə bilməsin. Lakin Allah Subhanahu onu həclə ruziləndirir. İnsan gedir, Rabbani alimlərin dizin qırağında tövhidi öyrənir və tövhidi bilir. Və sonra şeyx buyurur ki, ey həcdə tövhidi öyrənənlər, İzə uddum ilə bilədikum kunu nuran. Və deyir, ölkənizə qayıtdıqda nur olun.
işıq saçın. Yəni oturub bir qıraqda deməyin ki, neyimə gərək, nə borcum? Yox, axırda sən tövhidi öyrənmisən. Az müddət də olsa, lakin sən böyük bir xeyir öyrənmisən. Elə bir xeyir öyrənmisən ki, o xeyir insanların Allahın insanlar üzərində olan haqqıdır. Bu haqqı insanlara çatdırmalısan, bu xeyri insanlara çatdırmalısan. Və şeyx buyurur ki, ölkənizə qayıtdıqda nur olun, işıq saçın, hər yanı nurlandırın tövhidin nuru ilə. İnşurut tövhidə, tövhidi yayın. Allimut tövhidə, tövhidi öyrədin. Unhuş anil münkər, münkəri inkar edin. Unhu anil şirki inkar edin. A'zamu mə yunhə anhu əşşirku. Deyir, ən əzəmətli inkar olunması şey, ən əzəmətli inkar olunan şirkdir. Ən əzəmətli inkar olunmalı şey şirkdir. Və nəsu məsəkin. Deyir, insanlar miskindir. İnsanlar miskinlərdir. Kasıbdılar. Kəthirun minən nəs mə vasalahum illə ilmun müzəyyəb. Deyir, insanların əksəriyyətinə bəzədilmiş, batil elm çatmışdır. Yəqulunə ləhum, onlara deyirlər, İzə zəhəbtum ilə əshabul qubur, zədət mənzilətukum indəllah. Onlara deyir, siz deyir, qəbir sahiblərinin, bir növ övliyaların, pirlərə, övliyaların qəbrinə, pirlərə getsəniz, sizin Allah qatında olan dəyəriniz artar, mənziliniz yüksələr, qədir qiymətiniz artar. Hər bir insan da Allah qatında qədir qiymətinin artmasını istəyər. Allah qatında kəramətli olmağı istəyər. Bu, hər bir müsəlmanın istəyidir. Lakin hər bir müsəlman bu istəyi haqq yerlərdə axtarmalıdır, batil yerlərdə yox. Allahın qəzəbi gəldiyi yerlərdə yox. Əntum mutələvvisunə bizzunub. Və insanlara siz günahlarla çirkinləşmisiniz. Günahlarla kirçablar içərisindəsiniz. Mutələvvisun, bulaşıqlısınız, çirkablıq içərisindəsiniz. Əş-şeyxu tahir, şeyx isə təmmizdir. İzhəbu ileyhi yərfəu duaəkum. Gedin onun yanına, o sizin duanızı qaldırsın. Subhanallah. Həqiqətən əksər Allaha şərik qoşanlara baxdıqda görürsən, onlar nə deyirlər? Biz günahkar qullarıq, onlar Allahın salih bəndələridir. Biz günahkar qullarıq, onlar Allahın salih bəndələridir. Lakin Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləmə deyir ki: "Və izə səələkə ibadi anni fə inni qaribun ucibu də'vətəd da'i izə da'ani." Qullarım səndən məni barədə soruşsa, de, mən onlara yaxınam. Onlar mənə dua etsin, mən onların duasına qarşılıq verim. Lakin onlar hamısı və Məkkə müşrikləri hamısı nəyə iddia edirdilər? Allaha yaxınlaşdırmaq üçün ibadət edirlər. İnnəmə nə'buduhum liyuqarribuna ilallahi zulfə. Biz onlara ibadət edirik ki, onlar bizi Allaha yaxınlaşdırır. Bugün yəni insan deməməlidir ki, mənim günahkaram. Nə olsun günahkarsan? Məyər günahkar olmaq o deməkdir ki, sən Allaha dua edə bilməzsən, Allahdan bağışlanma diləyə bilməzsən. Səndən də çox günah olan insanlar, özlərini, nəfslərini hədər edən insanlar, özlərini bədbəxt edən insanlar, günahlar içərisində olan insanlar Peyğəmbər sallallahu əleyhi və səlləmdən Allah bizi bağışlayarmı deyə dedikdə Allah Subhanahu Zumar surəsinin bu ayəsini indir. Qul li ibadiyellezina asrafu ala anfusihim la taqnatu min rahmetillah innallaha yaghfiru zunuba cemi'a innehu huvel gafurur rahim. O nəfslərinə zulm edən qullarıma deyinən ki, nəfslərini hədər edən qullarıma deyinən ki, Allah Subhanahu bütün günahları bağışlayır. Qul li ibadiyellezina asrafu ala anfusihim la taqnatu. Allahın rəhmətindən ümidinizi kəsməyin. Allahın rəhməti, Allah bizi bağışlamayacaq deyə günahlarınızdan dolayı Allahın rəhmətinə ümidinizi kəsməyin. Allah barədə xoş zəndə olun ki, Allah məni bağışlayacaq.
mən bağışlanmağa layiqəm. Əgər Allah Subhanahu taala bunu Məkkə müşriklərinə dedi ki, Allah hamı sizi bağışlayacaq. Sən müsəlman olduğu halda səni Allah Subhanahu necə bağışlamasın? Vallahi ki, Allah səni bağışlayacaq. Lakin sən səmimi ol. Sən tövbə et. Günahlardan arın. Və Allah Subhanahu taala Allah tövbələri qəbul edən və bağışlayandır. Və şeyx buyurur ki, insanları belə öyrədirlər, insanları çirkabın içində saxlayırlar və insanlar siz kirçabın içərisindəsiz, şeyx təmizdir və s. Bu şeyxin duası Allaha qaldırır və s. Şeyx duası Allaha çatır. Belə insanları deyir, miskin insanlardır. وَالطُّلَّابِ الْعِلْمِ الَّذِينَ تَعَلَّمُوا التَّوْحِيدَ يَبْقَوْنَ فِي غَفْلَةٍ. Lakin deyir, elm tələbələri isə, tövhidi bilənlər isə qəflətdədirlər. İnsanlara Quburilər və yaxud da ki, özlərin mürid adlandıran, tələbə adlandıran sufilər gecə-gündüz insanların beynini yumaqdadırlar. Gecə-gündüz insanların fitrətini pozmaqdadırlar. Lakin haqqı, tövhidi bilən elm tələbələri isə qəflətdədirlər. Mə yuallimun nəsə insanlara tövhidi öyrətmirlər. Vallahi ya ixvə həzə fardu ayn alə mən təalləmə. Deyir, ey qardaşlar, vallahi ki, hər bir tövhid bunu bilənə, yəni tövhidi bilənə aynidir ki, fərdul ayndır ki, yəni vacibdir ki, o insanlara bunu öyrətsin. Və yədxulu duxulən əvvəliyyən fi qavli Nəbi sallallahu və beləcə Peyğəmbər sallallahu əleyhi və səlləmin bu sözünə daxil olur. O da bu hədisdir ki, Peyğəmbər sallallahu buyurur, mən təalləmə ilmən fəkətəməhu ulcimə bilicəm min nər yevmil qiyamə. Peyğəmbər sallallahu buyurur, kimdir bir elmi öyrənib onu gizlədərsə, yəni elmi bilib onu gizlədərsə, o qiyamət günü nədir? Oda girər. Subhanallah və ən əzəmətli elm tövhid elmidir. İnsanlara Allahı tanıtmaqdır. İnsanlara Allahı layiqincə tanıtmaqdır. Bunda insan gizlətməməlidir. Bildiyinə çağırmalı və bildiyini insanlara öyrətməlidir. Və əxir dəvənə və lilhamdülillahi və rabbil aləmin.